Sözün fonetik xüsusiyyətlərindən 51-ci sualın izahından davam edirik. İnadkarlıq. İnadkarlıq formasında deyilir. Səhv fikir istəyir bizdən. L samitinin kar qarşılığı yoxdur. Elə səhv fikrimiz A variantıdır. Çünki saytları, samitləri təhlil edərkən deyilişə baxmalıyıq və deyilişdə L yoxdur. Ahəng qanunu pozulmuşdur. Bəli, həm qanun, həm incə sayt işləndiyinə görə ahəng qanunu pozulubdur. Hərf və səslərin sayı bərabərdir. Bəli, sözün yazılışından tələffüz arasında fərq olsa da, say baxımından fərq yoxdur. T samitinin cingiltili qarşılığı D-dır. T samitinin, bəli, burada T var və T-nin kar qarşılığı, daha doğrusu cingiltili qarşılığı D-dır. Kar samitlə bitir, bəli, X-dan bitir, X da kar samitdir. 82. Sənətkarlıq. Səhv fikir istəyir bizdən. Ahəng qanununa tabe deyil. Bəli, çünki həm qalın, həm də incə sayt var. Yazılışı ilə deyilişi fərqlidir. Bəli, L şəkilçisi rıx formasında deyilir. Tərkibində kar qarşılığı olmayan L samiti işlənmişdir. Səhv fikirdir. Deyilişə baxırıq ki, burada L samiti yoxdur. Vurğu sonuncu hecanın üzərindədir. Sənətkarlıq, bəli, son hecanın üzərindədir. Hərf və səslərin sayı bərabərdir. Bəli, yenə də yazılışdan deyiliş arasında fərq olsa da hərf və səslərin sayı bərabərdir. 53. Sual işarəsinin yerinə uyğun gələn söz hansıdır? Yazılışınla deyilişi fərqlidir. Nəvazişlə. Nəvazişlə, nəvazişlə formasından deyilir. Yazılışla deyiliş fərqlidir. Demək, A uyğun gəlir. Qarşılığı olmayan samitlə bitir. Nəvazişlə. Buraya yenə A uyğun gəlir. Qarşılığı olmayan 4 samit işlənmişdir. N, yox, 3 dənə samit işlənib. Ona görə A-nı çıxdıq. B variantı nifrətlə formasında deyilir. Yazılışınla deyilişi fərqlənir. Yenə B uyğun gəlir. Qarşılığı olmayan samitdən bitir, uyğun gəlir. Qarşılığı olmayan 4 samit N1, R2, N. Bəli, 4 dənədir. Vurğusu ikinci hecanın üzərinə düşür. Nifrətlə, bəli, vurğu ikinci hecanın üzərinə düşür. Demək, cavabımız olmalıdır B variantı. 54. Diaspor və ekoloji sözlərinin fonetik izahı ilə bağlı ortaq fikirlərdir. Demək, diaspor və ekoloji bizdən ortaq fikirlər istəyir. Yazılışı və tələffüz arasında bir fərqli məqam var. Bəli, İdən A-nın arasına Y artırılır. Bir fərqli məqam var. Ekoloji sözündə də o A kimi deyilir. Demək, bir ortaqdır. 3 hecalıdır. Diaspor 3 hecalıdır. Ekolojidə 4 dənə sayt olduğuna görə 4 hecalıdır. Demək, 2 götürmürük. Ahəng qanunu pozulmuşdur. Bəli, ikisində də həm qalın, həm də incə saytlar var. 2 dodaqlanmayan sayt işlənibdir. Diaspor sözündə 2 dodaqlanmayan sayt var, amma ekoloji sözündə 3 dodaqlanmayan sayt işlənibdir. 4-ü götürmürük. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Diaspor sözündə cingiltili samitlər D, Y və R 3 dənə. Ekoloji kar samitlər isə S, P 2 dənədir. Bəli, diaspor sözündə cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Ekoloji sözündə demək, cingiltili samitlər L, ekoloji, J, 2 dənə cingiltili, K, kar. Bəli, iki sözün ikisində də cingiltili samitlərin sayı kar samitlərin sayından çox olmuş olur. Demək, cavabımız olur 1, 3, 5, B variantı. 55. Verilmiş fonetik təhlilə uyğun olan sözü müəyyən edin. Yəni, verilən fikirlərin hamısına uyğun olsun. Deyilişi ilə yazılışı arasında 3 fərqli məqam var. Məşhur, raşmaq. Burada 2 fərqli məqam oldu. Ona görə A getdi. 11 illik. Burada da 2 fərqli məqam oldu. B getdi. Fırlanmaq. 3 fərqli məqam var. Demək, C-yə uyğundur. Tərkibində karlaşan cingiltili samitlər var. Karlaşan cingiltili samitlər deyir. Burada bircə dənə Q samitidir ki, X kimi tələffüz olunur. Digər
samitlərdə də fərqli tələffüz var, amma karlaşan dediyinə görə təkcə x-i götürürük. Ona görə C-də çıxaq. Savadsızdıq. 3 fərqli məqam var, uyğundur. Karlaşan cingiltili samitlər. Bəli, D məsələn T kimi tələffüz olunur, Q X kimi tələffüz olunur, uyğundur. Ahəng qanununa tabe deyil. Amma savadsızlıq sözü ahəng qanununa tabedir. Çıxdıq bunu. İnadkarlıq, inadkarlıq. Demək, 3 fərqli məqam var. Birinci fikrə uyğundur. Tərkibində karlaşan cingiltili samitlər var. D, T kimi, Q, X kimi. Bu da uyğundur. Ahəng qanununa tabe deyil. Bəli, həm qanun həm incə var. Bu da uyğundur. Açıq və qapalı saytların sayı eynidir. Burada I, qapalı saytlar, A-lar açıq saytlərdir. Düzdür. Kar və cingiltili samitlərin sayı bərabərdir. Demək, neçə cingiltili samitimiz var? N1, R2, R3. 3 dənə karlar, inad, T, K, X. 3-ün 3-ədir, bəli. Cavabımız olur Y variantı. 56-cı sual. Klass yeri tamamlayan fikirləri müəyyən edin. Müdafiə sözü, demək, İ-dən Ə-nin arasında Y artırılır. Bir fərqli məqamı var, bəli, düzgün fikirdir. A saytı uzun tələffüz olunur, bəli, müdafiə, A uzanır. Demək, düzgün fikirlərdir. Biz də sıranı düzgün fikirdən tamamlamalıyıq. 2 incə, Ü, Ə, müdafiə. 2 yox, 3 dənə incə sayt var, ona görə A getdi. 2 cingiltili, M, D, Y da var. Ona görə B də getdi. Samitlərin hamısının kar qarşılığı var. Səhvdir. Məsələn, M-nın kar qarşılığı yoxdur. Tərkibindəki saytlar qapalıdır. Məsələn, A açıqdır, Ə açıqdır. Vurğu 4-cü hecadadır. Müdafiə, bəli, vurğu sonuncu hecadadır. Cavabımız olur Y variantı. 57-ci sual. Fonetik xüsusiyyətləri nəzərə alaraq boşxanlıya uyğun deyil. Yazılışı ilə tələffüzü fərqlənmir. Mesenat fərqlənmir. Mesenat fərqlənmir. Vurğu 3-cü hecəyə düşür. Mesenat vurğu 3-dədir. Tərkibində qarşılığı olmayan samitlər var. M, N var. Bizə uyğun deyil deyir. A variantı uyğundur. Ona görə çıxdıq. Üvertüra. Yazılışı ilə tələffüzü fərqlənmir. Bəli. Üvertüra. Vurğu da 3-cü hecədadır. Bəli. Qarşılığı olmayan məsələn R. B də uyğun gəldi. Ona görə B variantını da çıxırıq. Uniforma, bəli, fərqlənmir. Vurğu uniforma 3-dədir. Tərkibində qarşılığı olmayan məsələn R, M, N. Bu da düzgündür. Ultimatum fərqlənmir. Ultimatum manın, yəni 3-cü hecanın üzərinə düşür. Qarşılığı olmayan məsələn L, M var. Bu da çıxdıq. Menecer. Yazılışından tələffüzü fərqlənmir. Bəli. Vurğu menecer demirik. Menecer. Vurğu ilk hecadadır. Tərkibində qarşılığı olmayan samitlər vardır. Bəli, var. Amma ikinci fikrə əsasən, yəni vurğu 3-cü hecə düşür fikrinə əsasən cavabımız olur Y variantı. 58. Fonetik xüsusiyyətləri nəzərə alaraq boşxanlıya uyğundur. Yəni verilənlərin hamısına uyğun olan söz olmalıdır. Tələffüzündə 2 fərqli məqam var. Rəng və rəng. 2 fərqli məqam var. Vurğusu ilk hecəyə düşür. Rəng bərəng, bəli, düşür. Tərkibində 2 kar samit var. K, bəli. Bütün hecalar samitlə başlayır. Rəng, bərəng. Bəli, həqiqətən də bütün hecalar samitlə başlayır. Demək, verilən fikirlərin hamısına uyğun gələn sözümüz elə A variantında rəng-bərəng sözü olur. 59. Boşxanlıya uyğun olmayan fikri müəyyən edin. Bütün hecalar samitlə başlayır. Pedagogika, funikulyor, filarmoniya, boş, bikar. Bütün hecalar samitlə başlayır. Demək, A variantı uyğundur. Sonra, vurğulu hecada o hərfi A kimi deyilmir. Vurğulu hecada. Pedagogika, bəli, vurğu onun üzərinə düşür və A kimi deyilmir. Funikulyor, vurğu onun üzərinə düşür. Filarmoniya, bəli, boş bikar, bəli,
Həqiqətən də vurğulu hecada o hərfi A kimi deyilmir. B də düzgündür. Vurğusu son hecəyə düşür. Vurğusu son hecəyə düşür. Baxaq. Məsələn, pedaqogikada son hecəyə düşmədi, filarmoniyada son hecəyə düşmədi. Demək, vurğusu son hecəyə düşür, uyğun olmayan fikir olmuş olur. İncə qapalı dodaqlanmayan saitdən istifadə olunub. İncə qapalı dodaqlanmayan idi, hamısında idən istifadə olunubdur. Ahəng qanunu da hamısında pozulubdur. Bəli, cavabımız olmalıdır. C variantı. 60. Boş xanaya uyğun deyil. Niskil, nigah, kərgədan, kimyager. Uyğun olmayan tapmalıyıq. Vurğu son hecəyə düşür. Niskil, kərgədan, nigah, kimyager. Bəli, vurğu son hecəyə düşür. Tərkibindəki g samiti k şəklində tələffüz olunur. Məsələn, niskildə elə g kimi, nigahda da g kimi, kimyager, kərgədan hamısında g kimi tələffüz olunur. Demək, B variantı yanlışdır. Yazıldığı kimi tələffüz olunur. Bəli, hamısı yazıldığı kimi tələffüz olunur. Kar qarşılığı olmayan samit vardır. Bəli, məsələn, hamısında n samitindən, kimyagerdə m samitindən istifadə olunubdur. Tərkibində kar samiti var. Bəli, birinci sözdə s var, ikinci sözdə h var, üçüncü sözdə k var, dörddə k var. Cavabımız olur B variantı. 61. Boş xanaya uyğun deyil. Sadiq. Tərkibində həm açıq, həm də qapalı sait var. Sadiqdə var, sabiqdə. Hamısında var. Bizə uyğun olmayan tapmaq lazımdır. Yazılışı ilə deyilişi fərqlənir. Sadiq, sabiq, tədqiq, şoranlıq. Bəli, hamısı fərqlənir. Vurğusu sadiq, sabiq, tədqiq, şoranlıq. Son hecəyə düşür, bəli. Son samiti k şəklində tələffüz olunur. Baxın, şoranlıq sözündə x kimi tələffüz olunur. Ona görə D variantı hamısına uyğun ola bilməz. Kar samitdən başlayıb kar samitdən bitir. Bu hamısına uyğundur. Demək, cavabımız olur D variantı. 62-ci sual. Verilən fikirlərin hər üçünün aid olduğu sözü müəyyən edin. Hər üçünün aid olduğu sözü tapmalıyıq. Yazılışı ilə deyilişi arasında iki fərqli məqam var. A variantından başlayaq, yoxlayaq. Nəzakətlə, nəzakətlə. Hətta burada A saiti də uzanır. İki fərqli məqam var. Saitlərdən biri A uzun tələffüz olunur. 4 zingiltili n, z, n. Bəli, elə nəzakətlə sözü verilən fikirlərin hamısına uyğundur. 63. Verilən fikirlərin hər üçünün aid olduğu sözü müəyyən edin. Yazılışınla deyiliş arasında 3 fərqli məqam var. A variantından yoxlayaq. Şairlik formasında deyilir. Yəni ki, y artırırıq. Bir də lik şəkilçi rik formasında deyilir. 3 fərqli məqam var. Bəli, uyğundur. Saitlərdən biri uzun tələffüz olunur. Bəli, A uzun tələffüz olunur. 3 cingiltili samit y, r, r. Bəli. Demək, onda elə cavabımız olur A variantı. Verilən fikirlərin üçünə də uyğun gəlir. 64. Zəhimli. Sözünün səs tərkibi ilə bağlı səhvi müəyyən edin. Ahəng qanuna tabedir. Bəli, saitlər incədir. 7 səs vardı. Bəli, deyilişə baxırıq. 3, 4, 5, 6, 7. Bəli. Çünki i saitini də artırırıq. Vurğu zəhimli. İkinci hecədadır, düzdür. Bir açıq, bir qapalı səhvdir. Açıqdır, ilərsə qapalıdır. Cavabımız D variantıdır. Samitlərdən z, m, l, cingiltili h kardır. Bu da düzgündür. Cavabımız D variantıdır. 65-də qəhərlənmək. Sözün düzgün deyilişi qəhərləmək formasında deyilir. Yazılışı ilə deyilişi fərqlənir. Bəli, fərqlənir. Bütün saitlər incə, açıq və dodaqlanan. Xeyr, incədir, açıqdır, amma dodaqlanmayandır. Ona görə 2 çıxaq. Samitlərdən 5-i cingiltili. Baxaq görək 5-i cingiltilidirmi? Q, R, R, M, M. 1, 2, 3, 4, 5. Bəli, 5-i cingiltilidir. H-dan x kardır. Demək, 3 düzgündür. Kar samitlərin cingiltili qarşılığı vardı. Məsələn, h-nın kardır, cingiltili qarşılığı yoxdur. 4 səhvdir. 4 hecalıdır. Qəhərlənmək. Bəli, 4 hecalıdır. Vurğu da qəhərlənmək sonuncu hecanın üzərinə düşür, düzdür. Cavabımız olur Y variantı 1, 3, 5.
66. Fədakarlıqla. Demək, sözün düzgün deyilişi fədakarlıqla formasındadır. Səhv fikirlər istəyir bizdə. Sözdə kar zingiltili samit cütlüyü yoxdur. Bəli, yoxdur. Kar zingiltili məsələn b varsa p da olsun. O nəzərdə tutulur. Biri çıxdıq. 3 hecası cingiltili samitlə fədakarlıqla. Deyir 3 hecası cingiltili samitlə. Bütün hecaları yəni yalnız samiti hesabladım. Bir dəqiqə. Fədakarlıqla. 3 hecası deyir ki, cingiltili samitlə. 1, 2, 3. Bəli, 3 hecası cingiltili samitlə. 2 hecası isə saitlə bitir. Bitir deyir. Mən başlamağa baxdım. Bir dəqiqə yenidən. Bir dəqiqə. 3 hecası cingiltili samitlə, 2 hecası isə saitlə bitir. 3 hecası cingiltili samitlə bitir. 1, 2. 2 hecası cingiltili samitlə bitir. Demək, ikinci fikir səhvdir. 5 hecalıdır. Bəli, 5 hecalıdır. Vurğu 4-cü hecaya düşür. Fədakarlıqla. Bəli, vurğu 4-cü hecadadır. Üçüncü fikir düzdür. Qarşılığı olmayan 4 samit işlənibdir. Deyilişə baxmalıyıq. Baxaq. 2 dənə r-lar, 2 dənə n-lar. Bəli, qarşılığı olmayan 4 samit işlənibdir. Düzdür. Orfoepiyası ilə orfoqrafiyası arasında 3 fərqli məqam var. 3 fərqli. L şəkilçisi rıq kimi deyilir. 2 dənə buradan. Lanla kimi deyilir. 2 dənə də oradan. 4 dənə fərqli məqam var. Ona görə 5-ci fikir də yanlışdır. Cavabımız olur A variantı 2 və 5. Çörək otu. Sözün düzgün deyilişi çörək otu formasındadır. Burada k ih kimi yox, hi kimi deyilir. Çünki özündən sonra sait gəlibdir. Düzgün fikirlər istəyir bizdən. Çörək otu şəklində tələffüz olunur. İh deyil, y-dır. Biri çıxırıq. Vurğu son hecaya düşür. Çörək otu. Bəli, vurğu son hecadadır. 2-yi götürməliyik. Səs tərkibi ilə hərf tərkibi fərqlənir. Bəli, k, y kimi deyilir. Demək, səs tərkibindən hərf tərkibi fərqlənir. 3-ü götürürük. Hecaları çörək, otu formasındadır. 4-ü də götürürük. 3 kar və 1 cingiltili samit işlənibdir. 3 kar. Ç, t. Demək, 3 yox, 2 dənə kar samit var. Ona görə 5-i götürmürük. 2, 3, 4 cavabımız olur C variantı. 68. Sərtdik. Sərtdik formasında deyilir. Sərtlik. 2 hecalıdır. Sərtlik. Vurğu son hecaya düşür. Bəli. Bu düzgün fikirdir. Bizdən də düzgünlər istəyir. Biri götürürük. Kar samitdən başlayıb, kar samitdən bitir. S-dan başlayır, ih-dən bitir. Bəli. Bu da düzgündür. 2 incə. Dodaqlanmayan açıq sait var. Burada cəmsi 2 sait var. İkisi də incədir. İkisi də dodaqlanmayandır. Amma biri açıq, biri qapalıdır. Ona görə 3-ü götürmürük. 2 cingiltili 3 kar samit vardı. 2 cingiltili. Sərtlik sözündə r və d cingiltilidir. S, t, ih kardır. Düzgün fikirdir. 2 samitin qarşılığı yoxdur. Xeyr, burada bircə dənə qarşılığı olmayan r samitidir. 1, 2, 4 cavabımız olur A variantı. 69. Coddaşmaq. Səhv fikri istəyir bizdən. Hecaları samitlə başlayıb samitlə bitir. Codlaşmaq. Bəli, həqiqətən samitlə başlayır, samitdən bitir. A düz. Ahəng qanuna tabidir. Bəli, saitlərin hamısı qalındır. Demək ki, tabidir. B də düz. 4 cingiltili. Baxaq. C, D, D, M. Bəli, 4 cingiltili. 1 kar samit var. 1 yox. Ş və X. 2 kar samit var. Demək C variantı
C variantı yanlışdır. Bizdən də yanlış istəyir. 3 hecalıdır, bəli, 3 hecalıdır. Coddaşmaq vurğu da son hecadadır. Düzgün fikirdir. Tələffüzü ilə yazılışı fərqlənir, bəli, fərqlənir. Cavabımız oldu C variantı. 70. Emosional. Demək, sözün düzgün deyilişi emosional. Emosional formadadır. Yazılışınla tələffüzü fərqlənir. Bəli, fərqlənir. O, A kimi, sonra emosional. İdən onun arasına Y artırılır. Düzgün fikirdir. 3 cingiltili bir kər samit vardı. 3 cingiltili. Baxaq. M 1, Y 2, N 3, L 4. 3 yox, 4 dənə cingiltili var. Demək 2 səhvdir. 2 dodaqlanan, 3 dodaqlanmayan sait var. Emosional. 2 dənə dodaqlanan. Burada heç dodaqlanan yoxdur. Ona görə 3 də səhvdir. Ahəng qanuna tabi deyil. Bəli, həm qalın, həm incə var. Ahəng qanuna tabi deyil. Vurğu 4-cü hecadadır. Emosional. Emosional. Vurğu 4-də yox, sonuncu hecadadır. Yəni 5-ci hecadadır. Cavabımız olur C variantı. 71. Maarif sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Sözün düzgün deyilişi maarif formasındadır. Yəni, eyni sait qoşalığı olanda saitlərdən biri düşür. Ahəng qanuna tabi deyil. Bəli, həm qalın var, həm incə. Düzdür. 5 səs 6 hərfdən ibarətdir. Bəli, həqiqətən 5 səs var, 6 dənə də hərf var. Bu da düzdür. A səsi uzun tələffüz olunur. Bəli. 2 hecalıdır. 2 hecalı yox, 3 hecalıdır. Çünki biz hecaların sayına baxmaq üçün yazılışa baxmalıyıq. Burada 3 dənə sait varsa, demək ki, 3 hecalıdır. 2 cingiltili bir kər samit işlənibdir. 2 cingiltili. Burada M və R cingiltilidir. F kərdir. Bu da düzgündür. Cavabımız D variantıdır. Texnik. Elə necə yazılır, elə də tələffüz olunur. Bizdən səhvlər istəyir. Hər hecanın tərkibində eyni sayda cingiltili samit var. Texnik. Səhv fikirdir. Birinci hecanın tərkibində heç cingiltili samit yoxdur. İkinci hecada da bir dənədir. Bir səhvdir. Sözdə 2 kar, 2 cingiltili samit var. Səhvdir. Sözdə bir dənə cingiltili samit var. I incə, dodaqlanmayan saitlərdir. Düzdür. Vurğu son hecadadır. Vurğu texnik yox, texnik. İlk hecadadır. 1, 2, 4. İncə saitlərin ahəngi gözlənilmişdir, o düzdür. Cavabımız olur Y variantı. 73. Vicdan sözü vicdan formasında tələffüz olunur. Vurğu son hecəyə düşür, düzdür. 4 cingiltili samit işlənmişdir. 4. Bəli, 4 dənə cingiltilidir. Bu da düz. Dodaqlanmayan bir incə və bir qalın sait vardı. Bəli, İdən A. İkisi də dodaqlanmır. İ incədir, A qalındır. Düzdür. Yazılışı ilə deyilişi fərqlənmir deyir, fərqlənir. Burada C, J formasında deyildi. Ahəng qanunu pozulmuşdur. Bəli, həm qalın, həm incə var. Demək ki, pozulubdur. Təbii. Sözün düzgün deyilişi təbii. Yəni, bir idən deyilir. 5 hərf, 4 səs var. Bəli, eyni sait qoşalığı olanda saitin biri düşür. A düzdür. Ə incə açıq, dodaqlanmayan, bəli. İ incə qapalı, dodaqlanmayan sait düzdür. 3 hecalıdır, bəli. 3 dənə sait varsa, sözün yazılışında 3 hecalıdır. T kar, bu cingiltili samitdir, düzdür. Vurğu birinci hecəyə yox, vurğu sonuncu hecəyə düşür. Demək cavabımız olur Y variantı. 75-ci sual. Səcdə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Sözün düzgün deyilişi səcdə formasında deyilir. 2 incə açıq, 2 incə, ələr incədir, açıqdır, dodaqlanmayandır. Düzdür. Yazılışı ilə deyilişi fərqlənir. Düzdür. 2 kar, burada 2 kar. S kardır, J'dandır, cingiltilidir. Demək 2 kar yoxdur. Cavabımız C variantıdır. 2 hecalıdır, bəli, səcdə. Vurğusu da son hecəyə düşür. Düzdür. İncə saitlərin ahəngi gözlənilir. Bu da düzdür. Cavabımız oldu C variantı. 76. Əlaşsız sözü. Demək,
əlaşsız formasında deyilir. İki cingiltili, iki kar samit var. Lıdan z. Cingiltili ş, s, kardır. Düzdür. İki qalın, bir incə dodaqlanmayan sait işləmişdi. Bəli. A, I qalındır, Ə incədir, ikisi də dodaqlanmayandır. Yazılışı ilə tələffüzü fərqlənmir, deyir, fərqləndi. Üç hecalı sözdür, bəli, 3 dənə sait var, vurğu son hecadadır, əlaşsız, bəli, sondadır. Ahəng qanuna tabi deyil, bəli, çünki həm qalın, həm incə var. C variantıdır cavabımız. İqtidar. İqtidar formasında tələffüz olunur. Yazılışı ilə tələffüzü fərqlənir, bəli, fərqlənir. Bir düzdür. İki incə qapalı, bir qalın açıq sait vardı. Düzdür, ikinci fikirdə. Üç cingiltili, burada üç cingiltili yox, iki cingiltilidir, dıdan rıdır. Üç səhvdir. Üç hecalıdır, iqtidar, dörd düzdür. Vurğu iqtidar son hecadadır, ikinci hecada deyil. Cavabımız olur B variantı, 3-5. Vaxtsız sözü vaxtsız formasında tələffüz olunur. A qalın dodaqlanmayan açıq. I qalın dodaqlanmayan qapalı saitdir. Bəli, düzdür. Vurğusu son hecadadır. Vaxtsız. Bəli, sondadır. X, S, kar, V, Z cingiltili samitlərdir. Düzdür. Səsin sayı ilə hərfin sayı bərabərdir, səhvdir. Bir qaydamız var ki, X, T, S, T, Ş, T bu cürə hərf birləşmələrində özündən sonra da samitdən başlayan şəkilçi gəlirsə, demək nə baş verir? T düşür. Demək səsin sayı ilə hərfin sayı bərabərdir fikri yanlışdır. Ahəng qanuna tabidir, bəli, saitlər qalındır, demək ki, tabidir. Cavabımız olur D variantı. Növbəti sual. Çəmənlikdəki. Yazılışı ilə tələffüzü fərqlənir, bəli. İncə saitlərin ahəngi gözlənmişdir, bəli, saitlərin hamısı incədir. Demək, M, N, D cingiltili, Ç, İ və K kar samitlərdir, düzdür. 5 hecalı sözdür, çəmənlikdəki, bəli, 5 hecalı sözdür. Vurğu amma 3-cü hecəyə yox, sonuncu hecəyə düşür. Demək, cavabımız olmalıdır D variantı. Saitlərdən 3-ü açıq, çəmən, bəli, ələr açıqdır, ikisi qapalıdır. Bu da düzdür. Cavabımız D variantıdır. 80. Mənəviyyat. Yalnız dodaqlanmayan saitlər işlənmişdir, düzdür. Deyilişi ilə yazılışı fərqlənir, bəli, çünki y-nin biri düşür. Ahəng qalın pozulmuşdur, bəli, həm qalın, həm incə var. Vurğusu sonuncu hecadadır, bəli, mənəviyyat sona düşür vurğu. Səs və hərflərin sayı bərabərdir fikri yanlışdır, çünki y-nin biri düşür. 81. Ailə. Səhv fikir istəyir. 4 səs 4 hərfdən ibarətdir, elə A variantı səhvdir. Çünki A-dan in arasına y artırılır və 4 hərf 5 səsdən ibarət olmuş olur. A qalın açıq dodaqlanmayan, bəli, I incə qapalı dodaqlanmayan, Ə incə açıq dodaqlanmayan saitlərdir. Y və L cingiltili samitlərdir, düzdür. 3 hecalıdır, düzdür. Vurğu da 3-cü hecəyə düşür, düzdür. Ahəng qanunu pozulub, bəli, həm qalın, həm incə saitlər var. 82. Təqsir. Ə incə dodaqlanmayan açıq, İ incə dodaqlanmayan qapalı saitdir, bəli. 6 səs 6 hərfdən ibarətdir, bu da düzdür. A da düzdür, B də düzdür. Deyilişi ilə yazılışı fərqlənmir deyir, amma əslində təqsir deyilişi ilə yazılışı fərqləndir. Cavabımız C variantıdır. Samitlərdən yalnız birinin qarşılığı yoxdur. Demək, bəli, burada bircə dənə R-nın qarşılığı yoxdur. 2 hecalıdır, bəli. Vurğu, təqsir son hecada, yəni ikinci hecada düzdür. Cavabımız C variantıdır. Müfəttiş. Demək, sözün düzgün deyilişi müfəttiş formasındadır. M cingiltili samitdir, bəli. Kar qarşılığı yoxdur, düzgün fikirdir. Sait səslərinin üçü də incədir, bəli. Deyilişi ilə yazılışı fərqlənmir, səhvdir, fərqlənir. T-ların biri D-ya çevrilmiş oldu. Cingiltili samitlərin sayı 2-dir. M, bir də D, düzgündür. Ş,
kar samitdir. Cingiltili qarşılığı j-dır, düzdür. Cavabımız C variantıdır. Müvəqqəti. Müvəqqəti. Hecaların sayı, hecaları müvəqqəti, düzdür. Vurğu 4-cü hecadadır. Müvəqqəti, bəli, 4-cü hecadadır, düzdür. Saitlərin hamısı incədir, düzdür. 9 hərf və 9 səs vardır, düzdür. 4 cingiltili, 1 kar samit var. Baxın, burada samitlər k, kar, t, kar, 1 yox, 2 kar samit oldu. Cavabımız olur Y variantı. 85. Şairane formasında deyilir səhv fikri. Yazılışı ilə deyilişi fərqlənir. Bəli, çünki araya y artırırıq. Tələffüzü ilə yazılışı arasında 2 fərqli məqam var. 2 yox, 1 fərqli məqam var. Uzanma yazılışla deyiliş arasında fərq sayılmır. Hər iki A saiti uzun tələffüz olunur. Bəli. Demək, B-yə üstəgəl qoydum. Əslində cavabımız B-dir. Tələffüzü ilə yazılışı arasında bir fərqli məqam var. Ş, kar, y-rını cingiltili samitlərdir, düzdür. Ahəng qanuna tabi deyil. Bəli, həm qalın, həm incə var. Cavabımız B variantıdır. 86. Yerindən formasında tələffüz olunur. Yazılışınla deyilişi fərqlənir. Bəli. Cingiltili samitlərdən yalnız ikisinin kar qarşılığı var. Demək, cingiltililərdən y-nın qarşılığı var, iş. Sonra başqa da yoxdur. Elə səhv cavabımız olmalıdır. B variantı. Çünki r, n, bunların qarşılığı yoxdur. Ahəng qanuna tabidir. Bəli, saitlər incədir. Vurğu yerindən 3-cü hecadadır, düzdür. E, incə açıq, i isə incə qapalı saitdir, düzdür. Cavabımız B variantıdır. 87. Dahi, yanə. Dahi, yanə. 7 səs, 8 hərf vardır. Dahi, yanə. Bu səhv fikirdir. Burada hərflərlə səslərin sayı bərabərdir. 1 düzdür. Ahəng qanuna tabi deyil. Bəli, çünki həm qalın, həm incə var. Tabi deyil həqiqətən də 2 düzgün fikirdir. Biri cavab olaraq götürürük. Düzgün olmayan deyir. Biri götürürük. Ahəng qanuna tabi deyil. 2 götürmürük. Yalnız qarşılığı olmayan samitlər işlənmişdir. Səhvdir. Məsələn, d-nın qarşılığı var, y-nın qarşılığı var. Ona görə 3-ü götürürük. Yazılışı ilə deyilişi fərqlənir. Amma əslində yazılışınla deyilişi fərqlənmir. Uzanma hadisəsi yazılışdan deyiliş arasında fərq sayılmır. 1-ci və 3-cü hecalardakı A saiti uzun tələffüz olunur. 5 düzgündür. Vurğusu sonuncu hecəyə düşür. Dahiyanə. Bəli, vurğu sonuncu hecəyə düşür. Bu da düzgündür. Cavabımız olur B variantı. 88. Vəsait formasında tələffüz olunur. Yazılışı ilə deyilişi fərqlənir. Bəli, A-dan in arasına y artırılır. 1 düzdür. Vurğusu vəsait ikinci hecada yox, vurğusu son hecada olmalıdır. 2 səhvdir. Ahəng qanunu gözlənilib. Səhvdir, çünki sözdə həm qalın, həm incə saitlər var. 2 kar, 2 cingiltili samit işlənibdir. Burada karlar s-dan t, cingiltilər v, y. Demək 4 düzgündür. Saitlərin ikisi açıq, ədən A açıqdır, i qapalıdır. 5 də düzgündür. 1, 4, 5. Cavabımız olur D variantı. 89. Sözün düzgün deyilişi köpüklü formasındadır. Köpüklü. 3 incə dodaqlanan sait vardır. Bəli, ö, ü. Üçü də incə və dodaqlanandır. A variantı düzgündür. G səsinin kar qarşılığı olan 2 k samit işlənmişdir. Burada 2 dənə k yox, cəmsi 1 dənə k işlənibdir. Çünki o birisi k ilk kimi tələffüz olunubdur. Cavabımız B variantıdır. Yazılışınla tələffüzü fərqlənir. Bəli, köpük. K ilk kimi tələffüz olundu. 3 hecalıdır, bəli 3 sait var. Vurğu da köpüklü son hecadadır, düzdür. İncə saitlərin ahəngi gözlənilib, düzdür. Cavabımız B variantıdır. 90. Lovğa sözü. Elə lovğa formasında deyilir. 5 səs 5 hərfdən ibarətdir. 1 düzdür. O, A qalın, qapalı yox, açıq saitlərdir. 2 götürmürük.
Sözdəki l, v, h cingiltili samitlərdir. Düzdür. Yazılışı ilə tələffüzü fərqlənir, fərqlənmir, səhvdir. Vurğu lovğa, son hecadadır. Cavabımız B variantıdır. Oynayırıq, sözün düzgün deyilişi oynuyuruq, oynuyuruq. Yazılışı ilə tələffüzü fərqlənir. Bir düzgündür, biri çıxdıq. Qalın saytlərin ahəngi gözlənmişdi. Bəli, saytlərin hamısı qalındı, 2-yi də çıxdıq. Bütün samitlər cingiltilidir, fikri səhvdir. Çünki baxın, burada x nədir? Kardır. 3-ü götürək. 2 açıq, 2 qapalı sait var. Burada 1 açıq, 3 qapalı sait var. 4-ü də götürək. Vurğu oynuyuruq, oynuyuruq. 3-cü hecanın üzərindədir. 5 düzdür. Demək, səhvləri istəyir bizdən, cavabımız olur 3-4. Oxşuyuram. Oxşuyuram. Vurğu 3-cü hecanın üzərindədir. Oxşuyuram. Bəli, 3-cü hecanın üzərindədir. Bu fikir düzgündür. Qalın saytların ahəngi gözlənmişdir. Bəli, saytların hamısı qalındır. Yazılışı ilə tələffüzü fərqlənir. Bəli, x, ş, kar, y, r, m cingiltilidir, düzdür. 3 açıq, 1 qapalı sayt vardı. O, a açıqdır, u qapalıdır. 2 açıq, 2 qapalıdır. Demək, cavabımız olmalıdır Y variantı. 93. Təbiət. Təbiət. Ahəng qanununa tabidir. Yanlışları istəyir bizdən. Bir düzgündür, bəli, ahəng qanununa tabidir. Vurğu ikinci hecəyə düşür. Təbiət. Vurğu son hecəyə düşür. 2-yi götürək. Həm qapalı, həm də açıq saytlar işlənmişdir. Bəli, məsələn, açıqdır, i qapalıdır. Demək, bizdən yanlışlar istəyirdi. 2-yi götürmüşdük. Bir cingiltili, 2 kar samit var. Burada bir cingiltili yox. Məsələn, B, Y. 2 cingiltili samit var. Ona görə 4-də yanlışdır. Yazılışı ilə deyiliş fərqlənmir. Fərqləndi. Çünki idən ən arasına y artırdıq. Yalnız dodaqlanmayan saytlar işlənibdir. Bu düzgündür. Cavabımız olur B variantı. 94. Fəaliyyət sözünün fonetik xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Sözün düzgün deyilişi fəaliyyət formasındadır. Yəni, y-nın biri düşür. 4 hecalı sözdür. Vurğu 4-cü hecadadır. Bəli, 4 sayt var. Demək ki, 4 hecalıdır və vurğu sondadır. Bu düzdür. A. Qalın, dodaqlanmayan, açıq. İ. İncə, dodaqlanmayan, qapalı. Ə. İncə, dodaqlanmayan, açıq saytdır. Düzdür. F və T. Kar. L, Y. Cingiltili samitlərdir. Düzdür. Bir sayt, bir samit yazılışından fərqli tələffüz olunur. Səhv fikirdir. Burada saytlərdən heç biri yazılışından fərqli tələffüz olunur. Bir dənə samit fərqlidir. Yəni, y düşməsidir. Başqa heç nə. Ahəng qanunu pozulmuşdur. Bəli, həm qalın, həm incə var. Cavabımız D variantıdır. 95. Sözün düzgün deyilişi üstünlük formasındadır. Düzgün fikirlər istəyir bizdən. Həm saytlərdən, həm də samitlərdən təkrar istifadə edilib. Məsələn, üdən, n-dan. Bəli, bir düzgündür. Deyilişi ilə yazılışı fərqlənmir. Əslində fərqlənir. 2 səhvdir. Ü, incə, dodaqlanan, qapalı saytdır. Bəli, 3-ü götürürük. S, t, ihkar, l yoxdur burada. Ona görə 4 səhvdir. İncə saytların ahəngi var. Bəli, 5 düzdür. Vurğu üstünlük son hecədadır. Cavabımız olmalıdır C variantı. 96. Şərait. Sözün düzgün deyilişi şərait formasındadır. Ş, t samitlər kar, r, y samitlər cingiltilidir. Tələffüzü ilə yazılışı fərqlidir. Bəli. 6 hərf 7 səsdən ibarətdir. Düzdür. Ə, incə, açıq, dodaqlanmayan. A, qalın, açıq, dodaqlanmayan. Düzdür. Vurğu şərait. İkinci hecədə yox, vurğu son hecədadır. Cavabımız olmalıdır Y variantı. Çəmənlik. Sözün düzgün deyilişi çəmənlik formasındadır. Digər isə odunluq formasındadır. Hər iki sözdə uzanan sayt yoxdur. Bəli, düzgün fikirdir. Birinci sözdə incə, ikinci sözdə qalın saytların ahəngi gözlənilmişdir. Düzdür.
Birinci sözdə 2, ikinci sözdə bir kar samit var. Birinci sözdə ç, iş, ikinci sözdə x. Bəli, düzdür. Hər iki söz 3 hecalıdır. Çəmənlik, odunluq, düzdür. Hər iki sözdə yalnız 2 samitin qarşılığı yoxdur. Çəmənlik. Burada 3 dənənin qarşılığı yoxdur. M, n, n. Odunluq, odunluqda 2 dənənin. Demək, Y variantı yanlışdır. Çünki birinci sözdə 3 samitin qarşılığı yoxdur. Xoş niyyətli. Xoş niyyətli. Burada niyyət sözündə Y düşmür. Çünki niyyət sözün özündədir. Şəkilçi deyil. Xoş xasiyyətli. Xoş xasiyyətli. Səhv fikri müəyyən eləməyimizi istəyir bizdən. Demək, səhv fikri. Hər iki sözdə təkrar olunan samit vardır. Məsələn, xoş niyyətli sözündə yıllar təkrar olunur. Xoş xasiyyətli x təkrar olunur. Bu düzdür. Hər iki sözdə ahəng qanunu pozulmuşdur. Bəli, ikisində də həm qalın, həm incə var. Bu da düzdür. Hər iki sözdə hərfin sayı səsin sayından çoxdur. Hərf çoxdur. Bu xoş niyyətli sözünə aid deyil. Çünki xoş niyyətli sözünün yazılışından tələffüzü fərqlənsə də say baxımından fərq yoxdur. Amma xoş xasiyyətdə hərfin sayı səsin sayından çoxdur. Hər iki sözdə həm açıq, həm də qapalı sayt var. Bəli. Birinci sözdə 3 kar, x, ş, t. 4 cingiltili. N, y, y-dır. Bəli. İkinci sözdə isə 5 kar. X, ş, x, s, t. Bəli, 5 dənə kar, 2 cingiltili. Düzdür. Cavabımız oldu C variantı. 99. Neft çıxarma. T silək. Neft təmiz deyən. Təmiz deyən. Neft təmiz deyən. Aha. Səhv fikri istəyir bizdən. Demək, hər iki sözdə bütün hecalar samitlə başlayır. Neft çıxarma. Bəli, hamısı samitdən başlayır. Neft təmizləyən. Düzdür. Hər iki sözdə vurğu son icadadır. Neft çıxarma sondadır, neft təmizləyən sondadır. Düzdür. Birinci sözdə 4, ikinci söz 5 hecalıdır. Neft çıxarma. Bəli, 4-dür. Neft təmizləyən 5-dir. Düzdür. Hər iki sözdə uzun sayt yoxdur. Bəli, düzdür. Hər iki sözdə kar samitlərinin sayı bərabərdir. Neft çıxarmada f, ç, x. Burada kar samit baxımından 3 dənə kar samit var. Neft təmizləyəndə f, t, başqa da yox. Burada isə 2 dənədir. Amma bizə deyirdi ki, bərabərdir. Bərabər deyil. Cavabımız Y variantıdır. 100-cü suala baxaq. Fikirlərdən biri səhvdir. Atlas sözü yazıldığı kimi tələffüz edilir. Bəli, düzdür. Akord sözü akord kimi tələffüz olunur. Düzdür. Yəni, qoşaqlar bir k kimi tələffüz oluna bilir. Şəfəq, üfüq tipli sözlərə saitdən başlanan şəkilçi artırdıqda həmin sözlərin son samiti yazıldığı kimi tələffüz olunur. Bəli, şəfəqin, üfüqün. Burada qığı əvəzləməsi baş vermir. İntonasiya və allegoriya sözlərində vurğu 3-cü hecəyə düşür. İntonasiya 3-dədir, allegoriya 3-dədir. Düzdür. Qanad açmaq və qanad çalmaq ifadələrində ilk sözün tələffüzü eynidir. Xeyr. Qanad sonu d-dan bitib və saitdən başlayan şəkilçi gəlib. Bu zaman d elə d kimi tələffüz olunur. Sonu d-dan bitirsə və samitdən başlayan söz gəlirsə, bu zaman d t kimi tələffüz olunur. Demək, cavabımız olmalıdır Y variantı.